Cüdo sadece idman değil. Bugün baxırıq, uşaqların çoxu telefondadır. Enerji var, amma boş yerə gedir. Amma o enerjini düzgün yönləndirsən, o uşaq tamam başqa səviyyə olur. Cüdo məhz bunu edir. Uşağı həm fiziki gücləndirir, həm də xarakter verir. Tatamidə uşaq öyrənir ki, asan heç nə yoxdur. Düşəcəksən, qalxacaqsan, yenə davam edəcəksən və bu, həyatın özüdür. Cüdo ilə məşğul olan uşaq daha çevik olur, daha sürətli olur. Balansı, koordinasiyası inkişaf edir. Amma əsas məsələ bu deyil. Əsas odur ki, o uşaq intizamlı olur, məşqə gecikmir, tapşırığa ciddi yanaşır, məşqçiyə hörmət edir və bu keyfiyyətlər onun bütün həyatına keçir. Əziz valideynlər, bir şeyi unutmayın. Uşağa ən böyük yaxşılıq onu idmana yönləndirməkdir. Çünki idman onu pis mühitdən qoruyur. O uşaq küçədə vaxt itirmir, boş şeylərlə məşğul olmur. Onun məqsədi olur. Cüdo isə uşağa məqsəd verir. Burada uşaq yalnız güləşmir, burada düşünür, rəqibini analiz edir, tez qərar verir, çıxış yolu tapır. Bu isə gələcəkdə onu güclü insan edir. Bugün tatamidə olan uşaq sabah həyatda uduzmur. Çünki o bilir, uduzmaq son deyil, davam etmək lazımdır. Ən çox xoşuma gələn isə budur. Cüdo uşağa özünə inam verir. O artıq qorxmur, özünü müdafiə edə bilir, özünə güvənir. Əziz valideynlər, əgər istəyirsinizsə ki, övladınız güclü olsun, sağlam olsun, intizamlı olsun, onu idmana gətirin. Xüsusilə cüdoya. Çünki cüdo sadəcə bədən yox, ruhu da yetişdirir. Və unutmayın, güclü uşaq təsadüfən yetişmir. O, düzgün istiqamətlə yetişir.